Əziz xanımlar, 8 martınızı təbrik edirəm. Sizə qadın xoşbəxtliyi arzu edirəm. Xoşbəxtliyi nədə görürsünüzsə, hərə bir şeydə görür xoşbəxtliyi. Onu yaşamağınızı sizə arzu edirəm. Hər zaman gözəl olasınız, təravətli olasınız. Hər zaman sizi gənc saxlayan hadisələrlə, gənc saxlayan həyat yaşayasınız. Yəni, bütün xanımlar hər zaman yaşından gənc görünməyi xoşlayırlar. Hər zaman heç vaxt sizə yaşınızı deməsinlər və hər zaman yaşınızdan daha gənc görünəsiniz, xoşbəxt olasınız, xoşbəxtlikdən üzünüz gülə və açılım videolarına, kollektiv açılımlara və şəxsi açılımlara çarəsizlikdən deyil də xoşbəxt günlər üçün, sadəcə kiçik məsələləri aydınlaşdırmaq üçün müraciət eləyəsiniz. Gəlin bu dəfə sırf xanımlar üçün baxaq, çünki çox gözəl şeylər gəlir tez bir vaxt içində. Maksimum 2 həftə, 1 ay içində həyatınıza çox gözəl 3 dənə hadisə gəlir. Gəl ona baxaq, nə gəlir həyatınıza. Birinci hadisə, ikinci hadisə və üçüncü hadisə və bunlar demək olar ki, ard-arda və siz bu videonu izlədikdən sonra da, izlədiyiniz zaman da, nə bilim, tez bir vaxtda bunları yaşayacaqsınız. Nə gəlir? Birinci hadisə nə gəlir? Həyatınızdakı bu çətin dönəm var. 3 vaxtı, 2 vaxtı, 3 aydır, 2 aydır, bəzilərinizdə 3 ildə ola bilər. Bu narahatçılıqdan azad olursunuz, təmizlənirsiniz. Bax, sevincinizdən, bax, burada kartlarda düzdür, yazılarla bağlayıram çox zaman. Sevincindən göyə uçan bir qız var. Bax, bu sizsiniz. Sevincinizdən göyə uçacaqsınız, sevinəcəksiniz. Həyatınızdakı negativlər, ağırlıqlar, çətinliklər gedir və çox tez bir vaxta gedir. 3 vaxt içində, 3 günə, maksimum 3 həftəyə bu pozitiv enerjini özünüzə qəbul edin və baş verəcək. Çünki bolluq, bərəkət, ruzu bərəkət olan bir yer gəlir, bir hadisə gəlir başınıza. Bəziləriniz burada tətilə çıxırsınız, bəziləriniz uzaq yol düşünürsünüz, yola çıxırsınız, bəziləriniz burada bütünləşmək gedir. Ailənizlə əlaqədar sıxıntılı bir dövr varsa o bitir. Yəni, xoşbəxt olduğunuz və yücəldiyiniz bir zaman gələcək. Ailənizlə, nə ilənsə əlaqədar sıxıntılı dövrünüz varsa o sıxıntılı dövrdən azad olursunuz tez bir vaxtda. İkinci xoş hadisə nə baş verir? İkinci, sevgi ilə əlaqədar, münasibətlə əlaqədar huzur tapacağınız bir dövr gəlir. Huzurlu bir münasibət gəlir. Xəbər gəlir sizdən. Bəziləriniz, tutaq ki, kimdənsə xəbər gözləyirsinizsə, addım gözləyirsinizsə, o addım olacaq. Bəziləriniz həyatının eşqini tapırsınızsa, o insandan yazılı şəkildə hardansa xəbər gələcək. Özü yazacaq, özümə addım atacaq. Yəni, ilk addımlar belə olacaq. Huzurlu, xoşbəxt bir münasibət gəlir sizə. Bunu da alın, qəbul edin. İkili, dörtlü vaxtlarda 2 həftə, 4 həftə içində maksimum. Çünki bu 1 ayın içində baş verəcək xoş hadisələri deyil. Üçüncü gözəl hadisə nə gəlir? Üçüncü gözəl hadisə, belə deyim də, münasibətlə əlaqədar aranızda olan bir insan var idisə, o insanın iç yüzü açılır. Münasibətinizə mane olan bir insanın iç yüzü açılır və o insan tamamilə uzaqlaşır və həyatınızda xoş bir dövr başlayır. Burada yolçuluq var, yəni yola çıxmaq, yolculuq, yolçuluq, dilənçilik yox. Xoş bir. Bəziləriniz münasibətlə əlaqədar uzaqdan birindən, uzaqda olan birindən xəbər gözləyirsinizsə, o insandan sizə xəbər gələcək. Və yenə də sevincinizdən göyə uçacaqsınız. Birləşmək gəlir burada. Aldım, qəbul edin, yaz. Ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.